كربلاء سلام على بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيب إلهنا وطبيب أنفسنا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله الطيبين الطاهرين المعصومين ولأن الدائم على أعدائهم أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي برسالة ذكري Həmişə çalışıram ki, söhbət etməmişdən öncə Quran ayəsi tilavət edək, ta məclisimiz daha da nurani olsun. Bildiyiniz üzere artık bugün Məhərrəm ayının 7-ci gününə daxil olduq və artıq bu mübarək, bu əzəmətli ay bizləri tərk edir. Elə bir ay idi ki, bu irfani 10 günlük deyirlər bu aya. Əgər biz Həzrəti Musa Peyğəmbərin zamanında yaşasaydıq, əgər istəsəydik haqqı görək, orada bizə möcüzə göstərərdilər. Amma bugün bizə bu toplaşmağımız dünyanın bütün nöqtələrində, hər bir yerində insanların yığışması bu zamanənin və çağın misli görülməmiş bir möcüzəsidir. Biri var, xariqül-addə bir iş görəsən, Həzrət Musa kimi dənizi yarasan. Biri də var, İmam Hüseyin əleyhissalam bizlərin qəlbinlə elə bir işlər görür ki, bütün qəlblər ona tərəf yönəlib. Bütün insanların haqq-sevər, ədalətsevər insanları bir yerə, təsbihin dənələri kimi bir yerə yığışdırıbdır. Ona görə bu məclislər bizim üçün çox dəyərli və qiymətlidir. Çünki biz burada toplaşma səbəbimiz iki şeyə görədir. Bir Peyğəmbər ailəsinin əzizi Həzrət Hüseynə soyqırım törəndi Kərbəlada. İstədilər haqqı boğsunlar. Biz gəlmişik burada haqqı yaşadaq. İkincisi səbəb də buna görə ki, Kərbəlada elə bir hadisə baş verdi ki, dünya görməmişdi. Bir insan öz cismani ölümündən ölümə qələbə çaldı. Bizdə bir dənə ideologiya var, ihdəl husnəyən. İki dənə yaxşıdan biri. Biz ölsək də qalibik. Çünki ölmək bir dənə uğurdur. Şəhadət bir uğurdur Allah yanında. Qalib gəlsək də ki, Allah yolunda qalib gəlmişik. Ona görə mənim söhbətim, bunu müqəddimə olaraq sizinlə danışdım. Bugün söhbətim sizə biraz daha başqa bir mövzudaydı. Bizim bir dənə ziyarəti Aşura ziyarətnaməsi var. Söhbətimizin mövzusu orada bir dənə kəlmə var. Onun haqqında bəhs edəcəm. Aşura ziyarəti baxmayaraq ki, bizə çox tanış gəlir qulaqlarımıza, bir çoxlarımızın, amma eyni zamanda çox qərib bir dənə ziyarətnamədir. Biz adətən onu səvab niyyətindən oxuyuruq. Amma o elə bir kitabdır ki, o şiənin lövhəsidir. Şiənin lövhəsi. Necə şiənin lövhəsi? Şiənin hərəkət manifestidir. Şiənin bu dünyadakı fəaliyyət planlarının çertiyojudur. Şiənin nizamnaməsidir. Biri var əsasnamə, biri də var nizamnamə. Nizamnamə həmişə əsasnamədən sonra gəlir. Bəs əsasnamə nədir? Nizamnamənin fərqi nədir? Əsasnamə odur ki, bir dənə qanunlar ali ideallardır. Qanunların yığışdığı bir topluluq. Praktikada
o qanunları icraata keçirən nizamnamədir. Aşura ziyarətnaməsi. İndi bunu müqəddimə olaraq Aşura ziyarətnaməsi sizə tanıtmaq üçün deyirəm. Bir də var Aşura ziyarətnaməsinin nizamnaməsi. Orada şiənin fundamental ana nizamnaməsinin xəttini müəyyənləşdirir. Yəni, düşmənlə necə rəftar eləməlisən və dost mömin camiəsində adım-adım hansı planları təqib etməlisən, hansı əməlləri yerinə yetirməlisən. Baxın, bu ziyarətnamə gör. İndi orada nə ilə başlayır? Ana lövhəsi nədən ibarətdir? Onu deməmişdən öncə ana lövhə. Bizə bir dənə lövhə göstəriblər. Kərbəla Aşura hadisəsində Əhl-i-Beyt. Buna yaxşı qulaq asın. Orada deyir, Əssəlamu aleykə yəbnə Rasulillah. Başlanğıc budur. Salamla başlayır. Əssəlamu aleykə yəbnə Rasulillah. Tanıtdırır. Yəni, bu şəxs məchul qalmasın. Zatı, əcdadı məchul deyil. Peyğəmbərin balasıdır. Sonra deyir, Vəsiyyə Rasulillah. Peyğəmbərin ən dəyərli vəsisi Əli ibn Əbi Talibin və Həzrəti Zəhranın evladıdır bu. Yəni, deyir, hər kəsə qaranlıq qalmasın. Bu kimdir? Gəlir əsas ana lövhə. Ziyarət-i Aşuranı sizə soruşsalar ki, ana lövhəsi nədir? Siz deyin ki, qandır. Əssəlamu aleykə ya sarallah və nəsarihi. Deməli, gör, bir şeylə başlayır. Müqəddəmədə dedim ki, deyir, Əssəlamu aleykə ya bana Rasulullah, yəni İmam Hüseyni kimlərə bağlayır? Peyğəmbərə Əli ibn Əbi Talibə, anası Həzrəti Zəhraya. Gəlib birdən-birə bir dənə ana lövhə müəyyənləşdirir. Deyir, Əssəlamu aleykə ya sarallah. Ey Allahın qanı, birbaşa nisbəti Allaha verir. Ərəb dilində qan kəlməsi iki cür istifadə olunur. Biri var dəm kəlməsi. Dəm mücərrəd qana deyərlər. Biri də var sar. Sar, yəni qanı tökülmüş və intiqamı alınmamış şəxs. Qanı tökülmüş və intiqamı alınmamış şəxsə deyilər. O qandır ki, o sar. O qaynayır, bulaq kimi qaynardı, cuşa gəlir. O qanla ünsiyyət quran bizlər kimi. O qanla indi biz ünsiyyət qurmuşuq bu məclisdə. O qanla ünsiyyət quranların qanı cuşa gəlir, qaynayır onların damarlarında, onlar sakit otura bilməzlər. Nə zaman? O qan çünki onları hərəkətə gətirir. Hərəkətə gətirir, dedim, sarın mənası, yəni qanın mənası budur ki, intiqamı alınmamış, hələ gözləmədədir ki, intiqamı alınsın. Bu birinci müqəddimə. İkinci müqəddimə. Baxın, bizim milli adət-ənənələrimizdə və ərəb adət-ənənələrində bir dənə qayda var. Əgər bir qan töküldüsə da, onun yaxınları qan sahibidir, qan davası olar. Gələk, o qan alınmalıdır. O qanın intiqamı alınmasa, sakit oturmazlar. 5-10 nəfər çıxar, o qanın intiqamını alar, ondan sonra o qan davası yatar. Əgər belə olsa, o zaman nə olar? O zaman təəssübkeşlilik olar. Bir dənə milli pərəstlilik olar. O bizdən birini öldürüb, biz də gedirik ondan birini öldürür. Amma burada Allah gör nə deyir? Bu tökülən qanı deyir ki, bu sarallahdır. Yəni, bu Allahın qanıdır. Deyir, Allahın qanıdır. Hansı qandır? Hansı qan növüdür? Deyir, o qan növüdür ki, bunun intiqamı hələ alınmayıb. İndi siz mənə sual edə bilərsiniz. Axı, Kərbəladan sonra Muxtar Səqəfi Kərbəla şəhidlərinin qanını aldı. Kərbəla şəhidlərinin qanını aldı. Şimri öldürdü. Ömər Səd öldü. Hərmələ öldü. Bəs Kərbəlanın qanı intiqamı alınmadı. Xeyr. Əgər biz bu qanı Sarallaha nisbət verirsə də, o zaman bu qanın intiqamı başqa bir formada bizə zahir olur. Hansı formada?
Kərbalada dava nəyin üstündə idi? Dava ilahi dəyərlər və çox səsləndirir, bəşəri dəyərlər. Elə bir dəyərdir ki, bu bütün bəşərlərə tanışdır bu dəyərlər. İnsanlığın fitrətinə uyğun bu dəyərlər göndərilib. Tarixin əvvəlindən Allah müqəddimə olaraq peyğəmbərləri göndərir. 124 min peyğəmbərlər göndərir. Yavaş-yavaş Həzrətim Adəm gəlir, şəriətində bir dənə söz olur. Hər kəs bizə bu sözə əməl eləsin, yetər. Həzrət Nuh gəlir, şəriətində bir dənə söz olur. Allaha inanın, küfr etməyin, bütpərəstlik etməyin. Namaz yox, heç bir şey yox. Həzrət Musa gəlir, 7 dənə şəriətdən ibarət olur. Yavaş-yavaş neyir? İnsani dəyərlər formalaşmağa başlayır insan camiasında, aləmdə. Bunların hamısı nəyə görə belə Allah eləyir? Yavaş-yavaş biri digərini tamamlayır, biri digərini təkmilləşdirir. Naqisliklər aradan qalxır, ta axırda bir dənə sonuncu ilahi dəyərlər toplusu nöqsansız şəkildə insan həyatının bütün sahələrinə cavabdehdir. Sözü var. Bu gerdə qalmışdıq, köhnə fikirlilik. Yeni bir dənə sözlə gəlib, elə bir sözdür ki, sözü tükənmir. İndi hansı da Avropada bir dənə qərb alimi, Avropada 19-cu, 18-ci əsrin sonlarında xristiyan dünyası qiyam elədi, dinə qarşı. Dinə qarşı qiyam elədilər və öz inandıqları Allahdan üz çevirdilər, qaçdılar ondan. Tarixi bir dənə qərar verdilər və doğru da qərar verdilər. Onlar hansı dindən qaçdılar? Təhrif olunmuş dindən qaçdılar. O din ki, artıq onun mahiyyəti itmişdi. İndi bəzən birdən gəlirlər, deyirlər ki, məsələn, filan qərb alimi deyir ki, filan qərb filosofu. Filan qərb filosofu deyir ki, mən azadlığı sevdiyim üçün İslam dini qəbul etmədim. Mən azadlığı sevirəm, din azadlığın önündə əngəldir, mən ona görə qəbul etmirəm. Ona bir sual eləmək lazımdır. Bax, gör, o alim, qərb filosofu o sözü hansı din üçün, hansı əsrdə, hansı zamanda onu deyib? O öz dininə onu deyib. İndi bugün o sözləri gətirirlər bizim dinimizə, İslama istəyirlər, yapışdırsınlar, calasınlar. Deməli, Peyğəmbərlərin stratejisi, Allahın stratejisi aləmdə buydu ki, Peyğəmbərlər gəldi, artıq bir dənə dəyərlər formalaşdı. İlahi dəyərlər, din ünvanında artıq bütün insanların hər şeyinə cavab verir. Artıq qiyamətə qədər bunun insanlığın əlindən tutub o məqsədə çatdırmaq qabiliyyəti var. İndi İmam Hüseynin mən sizə sual edirəm. Dedim ki, burada Allah deyir ki, sarallah, yəni Allahın qanı. Allah özünə nisbət verir. Bu intiqam elə zahiri 2-3 nəfəri öldürməklə bu intiqam alınmır. Bu intiqam nə zaman alınır? Ziyarət Aşuranın ana lövhəsidir. Şiyənin. Fundamental əsas dəyəri. Ana lövhəsi qanla başlayır Aşura ziyarətində. Yəni orada Allahın qanı tökülür. Allah cisim deyil. Məcazi anlamda Allah özünə nisbət verir. Bu qanın intiqamı nə zaman gerçəkləşəcək? O zaman ki, o ali ideallar hakim olacaq, məqsədə çatacaq, o zaman İmam Hüseynin intiqamını alınmış olacaq. İndi ikinci bir dənə dərin söz deyir. Hazırsın bu sözlə sizə deyim. Bir salavat deyim, bu sözlə sizə hədiyyə edeyim. Baxın, görün, qəribədir. Gəlir ikinci bir dənə ağır söz deyir. Deyir ki, Əssəlamu, deyir, Əynə talibu bidəmil məqduli bi Kərbəla. Ardıca deyir ki, mən tez-tez keçim. Deyir, Əynə talibu biduhulil ənbiya və əbnail ənbiya. Deyir ki, bəs ikinci bir dənə dərin söz deyir, cümləyə bax. Deyir, hardadır, deyir, Peyğəmbərlərin intiqamının qanını alan. Allah gəlir, tarixdə o qədər qanlar tökülüb. Allah adamlarının, Allah övliyalarının qanı axıb. Allah deyir ki, mən ən dəyərli bəndələrimi
ən kamil insanlarımı siz bəşər üçün, insanlığın hidayəti üçün xərclədim. İndi bunun bir dənə cavabı, bir intiqamı olmalıdır. Həzrəti Yəhyanın başını kəsdilər. Həzrəti Zəkəriyanı mişarla doğradılar, ikiyə ayırdılar. Həzrəti Nuhu 900 il peyğəmbərlik elədi, o qədər əziyyət elədilər o zəhmətlərin, deyir, Allah mütəala deyir, onun cavabını istəyirəm. Onun cavabını biri verməlidir, o intiqam alınmalıdır, deyir. Gəlirdir Həzrəti Musa 80 il zəhmət çəkdi Bəni İsrailin arasında. 40 il peyğəmbər ünvanında, 40 il adi insan üçün, onlar üçün zəhmət çəkdi ki, onlar hidayət olsunlar. Deyir, Bəni İsrail evlatları bir gündə 70 dənə peyğəmbərin başını kəsdilər. Əsr vaxtı getdilər, tükənlərini açdılar, heç bir şey olmamış kimi. Allah deyir, mən tələbkaram sizdən. Tələbkaram. Bu qanların, peyğəmbərlərin qanınla İmam Hüseynin qanını birləşdirir, deyir, İmam Hüseynin qanı tərəzidir. Bax, bu sözə baxın. Sözün, bunu yadınızda saxlayın. Bütün peyğəmbərlərin qanının İmam Hüseyninlə qanın cəmləşib. O qanlar İmam Hüseynin qanının cəmidir, tərəzisidir. Deyir, bu qan, Hüseynin qanı bütün hamısından üstündür. İndi bunun deyir, intiqamı alınmalıdır. Kim alacaq? Qoy, bu da bir dənə söz deyim. Deyir, Həzrəti Zəhraya Peyğəmbər İmam Hüseynin şəhadətini xəbər olundu Allah tərəfindən ki, İmam Hüseynin şəhadətini gələ xəbər verməli idi. Peyğəmbər əleyhissalama ilk dedi, gəldi, səhralıqda ağladılar ikisi də. Gəldi, Həzrət Zəhraya dedi, qızım, o bətnindəki uşaq var, onun başına bu müsibətlər gələcək. Müsibətən ma'əzəməha. Misli bərabəri yoxdur. Deyir, Həzrət Zəhra dedi, atam, mən buna ürəyimi götürməz. Mən buna dözənmərəm. Cəbrail nazil ol, dedi, ya Rəsulallah, 2 dənə sözü var Allahın. Deyir, əgər səbr eləsəniz bu müsibətə, 2 dənə onun qarşılığında sizə mükafat Allah mütəala təqdim edir. Dedi, ya Rəsulallah, nə də Allahın təqdim elədiyi? Dedi, birincisi budur ki, bu qanı töküləcək, nə də dedim, sarallah, yəni qanı tökülmüş, qaynar bir dənə qan, cuşa gələn qan, damarlarda axan qan, sönməyən o ateş, intiqamı alınmamış. Dedi ki, onun nəsli kəsilməyəcək. Onlar istəyib Peyğəmbərin ailəsinə soyqırım törətsinlər Kərbalada. Dedi ki, bir dənə mükafatı budur ki, onun zürriyyəsindən imamət nəsli davam edəcək. İkincisi bu hədiyə budur ki, onun uğrunda şəhadətə yetişdiyi bütün dəyərlər hakim kəsiləcək. Yəni, bu qan hədər olmadı. İndi mən bu sarallah məhfumunu görün sizə, indi bu da bizə bir dənə quru məhfum olaraq gəlir. Allahın qanı. Bunu tam idrak edə bilmirik, mistaq olaraq. Yəni, Allahın qanı nə deməkdir? Bizim müasir zamanda canlı obyektiv nümunəsini göstər mənə. Ki, biz görək onu. Bunun mənası budur ki, sarallah, bunun bu zamanəmizdə böyük bir dənə zibhun əzim baş verdi. Bu neçə ildə biz şiənin sanki dünya bir dənə doğum sancısı astanasındadır. Dünya bir dənə doğum sancısı astanasındadır. İstəyir ki, öz böyük evladını dünyaya, bəşərə təqdim eləsin. Doğum sancısı çəkir. Kimləri bu küçül ərzində ən dəyərli kişiləri biz itirdik. Və sonuncu zamanda kimi itirdik? Şəhid rəhbərimizi. Bunun mənası budur, sarallahın mənası budur ki, hər kəs ki, qanı Allah yolunda töküldü, Hüseynin qanı ki, Allah yolunda töküldü, o ilahi dəyərlərin uğrunda töküldü. O gündən sonra hər kəs o yolda qədəm götürsə, qanı tökürsə, onun qanı mülhəq olur, bağlanır Hüseynin qanına. Hətta sən mən də ola bilərik. İndi baxın, bunun örnəyi, şəhid rəhbərimizin qanı zamanənin ən qəddar kişiləri tərəfindən, qan içənlər, soyqırım törədənlər, bəşərin qanını içənlərin tərəfindən töküldü, axıdıldı. Bugün dünyanın bütün müxtəlif yerlərində o qan cuşa gəldi. Çünki bir dənə məsuma
dərəcəsi məsumdan aşağıdır, amma onun ümumi naibidir. O qan cuşa gəldi. Artıq şahid olarsınız bəlkə xəbərlərdə xristiyan, dünyanın ateisti, fərqi yox dünyanın hər yerində artıq görürlər ki, bu kişi necə bir kişidir ki, dünyanın süper gücünə dedi ki, atası, babası Hüseyin kimi dedi, misli la yubayı mislə. Dedi, məni kimilər, səni kimsinə beyyət eləməz. Yəni, mən Əbəlfəzin o dalğalandırdığı bayrağının altına girmişəm, ondan başqa bayrağının altında olmaram. Yəni, bu qan da Hüseynin qanına mülhəq oldu. Amma dərəcəsinə nisbətən. Bu sözümü də deyim və sözümü sizə yekunlaşdırıram. Bir dənə Japoniyalı bir dənə tənqidçi var. Özü Amerikada yaşayır. 1983-cü ildə Evşəlimdə bir dənə məclis keçirilir. Şiəliyin kimliyi haqqında. Şiəliyin kimliyini, analizi, təhlili haqqında. Bu orada bir dənə fikir səsləndirir. Deyir ki, şiə bir dənə quşa bənziyir. Bir dənə quşdur şiə. Elə bir quşdur ki, o bizim üfuqlarımızdan uzaqdır. Biz oxlarımızın üfuqunda deyil. Ox atsaq da ona sancılmaz. Onun 2 dənə qanadı var. Bir qanadı qırmızıdır, bir qanadı yaşıldır. Dedilər, bir dənə də onun sepəri var. Dedilər, axı, 2 qanad, biri yeşil, biri qırmızı, bir dənə də sepəri var. Dedi, birincisi qırmızı qanad onların aşuralarıdır. Elə bir qanaddır ki, yəni məhv olunmazdır. O aşura hər il gəlir, onları yeniləyir, onlara təzə nəfəs verir, onların ruhunu dirildir. Necə ki, böyük alimlərimiz deyir, Həzrət Hüseyndə İsa Məsih nəfəsi var onun məhrəmliyində. Ruhu ölmüş adamları da dirildir. Deyir, birinci aşuraları, yəni məhv olmazdır, mümkün deyil onu məhv edəsiniz. Bu birinci qənət. İkinci qənət dedi ki, yaşıl qənət, yəni zühür, intizar mədəniyyəti, intizar anlayışı. Yəni onlar ümidlüdülər. Zülmə məruz qalsalar da əsla ümidləri qırılmır. Tarixdə baxın, siz şiələri nə qədər zülmlər törədilib. Şiə nə qədər nəzlib, qırılmaq həddinə gəlib, amma ümidini əsla kəsməyib. Amma dedi, üçüncüsü sepər. Dedi, üçüncüsü elə bir şeydir ki, o təhdidləri özündən dəf eləyir. Təhdidi qəbul eləmir. Onlara təhdid zor keçmir. Dedi, o nədir? Dedi, o onlarda vilayət anlayışıdır. Vilayət anlayışıdır. O onlarda olduğu sürəcə biz onlara toxuna bilmərik. O qənətlərin qoruyucusu o sepərdir, o qalxandır. İndi mən sizə bu örnəyin misalını deyim. Baxın, Allah risaləti göndərir, şiənin 4 dənə ana sütunu var. Allah risalət göndərir, yəni peyğəmbərlik, tarixin dönüm nöqtəsi, bəşərin dönüm nöqtəsi, risalət. Artıq insanların həyatını kamilləşdirir. Gəlir o risalət qədurxunda, risalətin davamı olaraq, onun kamilliyi olaraq, təkmili olaraq qədurxunu müəyyənləşdirir. Yəni, neyinir? Bir dənə ağac əkir Peyğəmbər. Qədurxunda bir dənə ağac əkir, o ağac vilayət ağacı adlandırılır. Bir dənə yeni ağac əkiləndə ona nihal deyərlər, ağacın kiçik versiyasına. Gəlir o ağacı əkir orada. Ta bu meyvə verməlidir, səmər verməlidir. Nəticəsi olmalıdır bu ağacı. Vilayət ağacı əkib, bu insanlığa, bəşərə öz meyvəsini, öz xoşbəxtçiliyini, öz qoxusunu təqdim elədi. İnsanlar o qoxuyu dadmalıdır, o vilayətin qoxusunu. Bəşər neynir? Gəlir Aşurada o ağacı qanla suluyurlar, qanla. Neynədilər? O ağacın istədilər, kökünü qazısınlar, atsınlar yerə. İmam Hüseyin əleyhissalam gəldi, qanını axıtdı o ağaca. Elə bir din, vilayətsiz din bir dənə cəsəddir.
Bir dənə ölüdür, ehtizar halında olan bir dənə nəfəs alan ölüyə bənzəyir, vilayətsiz bir dənə din. Din ehtizar halındaydı. İmam Hüseyin əleyhissalam neynədir? Ehtizar halında olana gələk qan verəsən, ona nəfəs verəsən. İmam Hüseyin əleyhissalam neynədir? Gördü, buna qan vermək lazımdır, amma hər insanın qan qrubu bununla uyğunlaşmaz. Buna gələk elə bir kişilərin, elə bir insanların qanını təqdim etməlidir ki, o qan bunu dirçəltsin, bunu bərpa eləsin, bunu əhya eləsin. Qiyamətə qədər bunu yaşatsın. İmam Hüseyin kimin qanını təqdim edir? Gəlir Kərbəlada ən dəyərli kişilərin Əbbasın, Əbəlfəzin qanını verir. Ələkbərin qanını verir. Gördünüz? Ona görə dedim 3 dənəsini mən saydım. Üçüncüsü nədir? Ağacı bu diriltdi, ağacı diri saxladı, kökünü saxlayıb ağacı, amma ağac meyvəsini verməyir. O nədir? Zuhur, ümid. Və sonuncusu nədir? Söhbətin sonlarıdır. Sonuncusu nədir? Sipər. Dedi, o vilayətdir. Dedi, əgər başlamaq istəyirsiniz, bu şiyələri yox etmək istəyirlərsə da düşmənlər, onların birinci planı, strategiyası nədir? Vilayətdən başlayıblar. Yəni, onların gözlərində imaməti rəngini azalt. İmamdan sonra onlar kimə bağlanırlar? Məraciyə, müştehidlərə, fəqihlərə, ondan sonra vəli-i fəqihə, ana bir dənə rəhbərə bağlanırlar. Əgər onun rəngini azaltsan onların gözündə, bu bir, onları istəyirsən kökünü qazıyasan şiyələrin. Onların qarşısında dünya duranmaz. Əgər istəyirsən onlara bu işi görəsən, dedi ki, birinci gələk onların əlindən o vilayəti alasan. İkinci dedi, neynəyəsən? Onları gələk aralarında fəsadı yayasan. Fəsad, dəbdəbəli həyat, onların həyatını gələk bununla bulaşdırasan. Baxın, görün, düşmən ilk öncə hardan gəlir? Bu 4 dənə ana yasa ki var, sütun ki var, bu tarix boyu şiyəliyi bütün hər bir fəlakətdən, hər bir təhlükədən amanda saxlayıb. Bugün düşmən o sonuncusunu nişan alıb. O vilayət, şiyənin olan vilayəti. Yəni, imamların yoxluğunda şiyə bu əqidədədir ki, imamdan sonra, imam zamanın yoxluğunda, necə ki, Həzrət Musa 40 gün miqata çəkilmişdi, yox idi meydanda. Meydanda yox idi. Orada Harun idi, zamanın vilayəti fəqihi. Orada gələk, ümumi onun naibi idi. Biri var xas naibi, Müslim kimi, bir də var ümumi naibi. Dedik, gələk, bu sizin nə zaman ki başınızdadır, o zaman yolunuzu itirməzsiniz. Yolunuzu azmazsınız. Ona görə düşmən bugün kimi hədəfə aldı? Şiənin o şəxsiyyətini, vilayəti fəqihini. Elə bildi ki, onu şəhid eləməklə artıq iş bitəcək. Elə bildi ki, iş qutaracaq. Amma onlar yenidən müqavimətə, şiə ruhuna, şiənin o içərisində olan dirəniş ruhuna yenidən bir dənə nəfəs verdilər. Onlar 63 yaşında, onlar 86 yaşında bir kişiyi öldürdülər, onun yerini cavan bir dənə adamla dəyişdirdilər. Sadə işləri bu oldu. Daha da qətiyyəsini gətirdilər. Onun intiqamı elə odur. Ondan qətiyyətlisi gəldi. Onun intiqamı nə idi? Onun intiqamı buydu ki, bütün dünyadakı azadlıq sevər insanların da gözünü açdı. Baxın, bugün bu məclislər boşuna deyil. Deyir ki, şiənin qırmızı qənədi Aşuradır. O qənədi qıra bilməzsən, o məhv olunmaz. Bugün baxırsan bizim ölkədə bəzi ünsürlər, bəzi məxluqlar siyasi don çərçivəsində bizim məhərrəmliyimizi, bizim bu dəyərimizi alət edərək hansısa da bir dənə siyasi cəryanla rəqabət aparmaq üçün bunu alət edirlər. İndi insanlara şayə yarırlar ki, güya bu məclislər gəlib burada, insanlar bura gələn, toplaşan insanlar burada terror əstirirlər. Burada bir dənə terror şəbəkəsinə zəmin yaradılır. Görün, necə bir savadsızcasına, cahilcəsinə bir dənə iddia sürürlər. Dünyanın hansı bir ölkəsində katolik
kilsəsinin rəhbəri papın şəklini alsa da bir dənə posterini bir yerdən asmaq cinayət hesab olunur və yaxud hansısa da bir xarici ölkənin casusu adı ala bilər. Bu ölkə azad demokratik bir devlətdir. Bunun konstitusiyasında var ki, hər bir şəxs öz dini qanunlarını, öz dini əqidəsini öz azad şəkildə yaşaya bilər. Bugün bizim məhərrəmimizə, bizim aşuramıza dil uzadanlar, bu məclisləri təhqir edənlər, bu dəyərləri bizim milli ata-babalarımızın sinəsindən gələn bu mirasımızı təhqir edənlər anlasınlar, bilsinlər ki, and olsun bu xalqın ayaqları çəkmələr altında onları əzərlər. Bu xalqın milli dini dəyərlərinə, onun ən başda gələn məhərrəmliyinə, aşurasına kimsə gələ dil uzada, onu təhqir edə, bu xalq çəkmələrinin altında onları əzər. Bununla oyun oynanmaz, buna dil uzadılmaz. İmam Sadiq buyurdu ki, elə bir it olmadı ki, bizə hürüsün və qotur tutmasın. İndi bunlar Əlinin şiyələri onları Fars körfəzinin dibinə gömdü, onların ata-babalarını, dünyanın süper gücü özlərinə deyənlərin burnunu yerə sürtdü. İndi onlar yandıqlarından onun acısını bilmirlər necə çıxsın. Gəlirlər burada Əlinin aşiqlərinə töhmət atırlar, onları terrorla ittiham edirlər. Bax, görək bir gün biz bu məclisləri keçirməklə öz mövqiyyətimizi müəyyənləşdiririk. Aşura hadisəsi tarixdə ilk dəfə haqla batilin qarşı-qarşıya gəldiyi bir hadisədir. Biz bura toplaşmağımızla haqqı və adaləti bərqərar etdik. Biz bura toplaşmağımızla bu cari hadisədə, Aşura hadisəsi tarixin bir dənə küncündə sıxışıb qalmayıb, bu axardır, bu davamlıdır. Biz demək istəyirik ki, biz bugün meydandayıq. Bu haqq səsi dünyaya öz mesajını ötürür. İnsanları bu ədalətə, zülümdən bəraətə dəvət edir. Bu məclislərin məhfumu budur. Ona görə onlar bu məclislərdən qorxurlar. Çünki bu məclislərə gələnlər sabah zalimların qarşısında boyun əymir. Sabah zalimların qarşısında başı aşağı durmurlar. Çünki onların ağası Həzrət Hüseyn nizədə başı, kəsik başı olanda bile başına aşağı əymədi. Onlar bu cürəti hardan aldılar? Onlar bizim yumuşaqlığımızdan. Allah hər birinizin aqibətini xeyirliləsin. Və sözümü də bir dənə zikr müsibətlə bitirim ki, inşallah bu məddah qardaşa da zəmin yaransın. İmam Hüseyin əleyhissalam deyir, Həzrət Ələkbər gəldi. Bütün şəhidlər bir şəhid olmuşdu. Artıq Ələkbər gəldi. Dedi, ata, icazə ver mən də gedim. İmam Hüseyin əleyhissalam dayanmadan dedi, oğlu get. Amma qəribədir, kim gəlsə, əshabından kimsə icazə vermirdi. Deyirdi, yox, hələ cavansan, dayan. Amma oğlu gəldi, tərəddüd etmədən dedi, oğul buyur, yollan meydana. Amma gedəndə arxasıca gözünün ucundan bir baxdı, 2 addım dalı ilə istədi hərəkət etsin. Dedi, Allah, bax, sənə elə bir şəxsi göndərirəm ki, atam Peyğəmbərin bənzəridir. Biz ürəyimiz darxanda ona baxardıq. Sənə onu göndərirəm. Ələ-lənətullah ələ-qavmiz zalimin. Kənar-ı Şamidə tənhadə can verir Zeynəb. Kənar-ı Şamidə tənhadə can verir Zeynəb. Tamam qüssəsi qəlbində son verir Zeynəb.
Yedi qardaş bacısı xanım Zeynəb can verir tək tənha. Kənar-ı Şamidəyən tənhadır can verir Zeynəb. Tamam qüssəsi qəlbində san verir Zeynəb. Soruşdular ki yaxınlıqda bir kəsi vardı, ay qərib xanım. Soruşdular ki yaxınlıqda bir kəsi vardı, əlilə kərb o bəlanı nişan verir orada kardeşim yatır. Elə ki xanım Zeynəb can verdi, Şam'ın xanımları gəldilər quslu verməyə, kəfən eləməyə. Adətən dünyadan gedənin əlləri yanında olar, amma gördülər xanım Zeynəbin əlləri qalıb ürəyinin başında. Neylədilər? Əlləri kənara çəkdilər, gördülər Allah. İmam Hüseynin qanlı köynəyi belə basıb ürəyinin başına. Öz oxundan çıxdı dünyaca. Öz oxundan çıxdı dünya bugündən. Mürtəzasın yox, mürtəzasın yox. Səs ver, qurban olum sizə.
minayı qurban Kərbəla, budur elan Kərbəla, budur elan Kərbəla. Yenə əsdi qar ələmlər, qurulubdur məclisi qəmlər, qurulubdur lər, ucalıb ahıva Hüseyin, qara keysər Hüseyin, ucalıb ahıva Hüseyin, eşqlə sinəm Hüseyin, yə bəlfəzl naşikli, gəlir məhərrəm nəvaya gəl. Nəvaya gəl, tut əlindən mənizimi, ədəblə dar şəfaya gəl. Alasan dərdü və dəva,
على ساكن الكربلاء سلام على زينة المرتضى سلام عليك ثراب الهدى حسين يا حسين سلام على ساكن الكربلاء سلام على